Salam əziz həmvətənlər, əziz dostlar. Sizləri salamlayıram Fransanın Strasbourg şəhərindən. Hal-hazırda Avropa Parlamentindəyəm və gündəlikdə təqdim olub mənə Avropa Parlamentində bugünkü iclaslarla bağlı olaraq. Bilirsiniz, mən bir məsələyə toxunmaq istəyirəm ki, o bəzi insanlar var, paxıllar deyərdi, mənim paxıllarım. Üzürsəm, atalar misalı var, çox gözəl bir misaldır. Karvan keçər, yəqin anladınız da. Mən sizinlə şadlığımı bölüşmək istəyərdim. Birbaşa ilə Avropa Parlamentindən dostlarımla, məni sevən şəxslərlə təşəkkür edirəm sənətə görə. Mənə bu sənət təqdim olundu. Hüquqşünas olduğumla bağlı olaraq Avropa İnsan Haqları Məhkəməsində bu sənətdə, ikinci sənətdə sertifikat da mənə təqdim olundu. Baxa bilərsiniz. Və bir sənətimi də göstərmək istəyirəm ki, Term Universitetinə qəbul olunmamla bağlı bu ikinci rəsmi sənətimdir. Və bu mənim tələbə biletimdir. Bilirsiniz, gəlin haqqı unutmayaq və Avropa Parlamentinə də diplomatik qırmızı xətti mənim dəvətimdir. Gəlin şər böhtandan uzaq olaq, paxıl olmayaq. İnsanı uca edən, yaradan Allahdır. Mən beynəlxalq hüquq ekspert olmağımla, beynəlxalq hüquq müdafiəçisi olmağımla, hüquq üzrə fəlsəfə doktoru olmağımla mən İsmail Zalov fəxr edirəm. İlk növbədə mən Azərbaycan Respublikasının vətəndaşıyam və mən Azərbaycanlıyam olmağımla mən fəxr edirəm. Hər zaman mən nə edirəmsə faktlara söykənərək edirəm. Bununla da mən fəxr edirəm və o paxıllara, o gözü götürməyənlərə, üzə gülüb arxandan danışan şəxslər, insan gəlib insanın üzünə deyər və Allahdan arzu edirəm ki, bu cür gözəl sənətlərə namalı onlar da bir dənəsinə layiq görülsün. Mən bir daha da təşəkkür edirəm Avropa İnsan Haqları Məhkəməsinə ki, məni uzun müddət fəaliyyətimi izləyərək, hüquqşünas olduğumu, qırmızı diplomla bitirmişəm universiteti. Ay, bəzi bədbəxt insanlar. Bəli, qırmızı diplomla. Mən borclu deyirəm ki, izahnamə verim, açıqlama verim. Şükürlər olsun ki, hərbi xidməti də gözəl başa vurmuşam. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların en sayılı hərbi hissəsində bir il xidmət etdiyim dövrdə 19 dənə təşəkkür almışam rəsmi. O da mənim əlimdə sənədləri var. Ona görə gəlin şər, böhtandan, yalandan, paxıllıqdan uzaq olaq. Eşq olsun mənim qeyrətli Azərbaycan xalqıma. Avropa Parlamentindən sizləri salamlayıram bir daha da.